Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin ölkə ərazisinin xarici ölkələrdən keçə biləcəyi yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə epizotoloji nəzarətin gücləndirilməsi haqqında qərarına əsasən 2025-ci il 25 oktyabr tarixindən etibarən Respublika ərazisində heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Belə ki, ölkədə epizotoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədi ilə heyvan satışı bazarlarının sahibləri qarşısında bir sıra tələblər irəli sürülüb. Görülən işlərin davamı olaraq Agentlik heyvan bazarlarında yenidən qurma işlərinə nəzarət məqsədi ilə monitorinqlər həyata keçirir. Monitorinqlərin aparılmasında məqsəd bazarın mövcud infrastruktur vəziyyətinin, biotəhlükəsizlik tələblərə cavab vermək səviyyəsinin, Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş heyvan bazarlarına dair sanitariya norma və qaydalarına uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Onu da qeyd edək ki, monitorinqlər davam etdiriləcək. Yenidən qurma işləri başa çatdıqdan sonra, yəni bazarların normativ texniki sənədin tələblərinə uyğun qurulması, yenidən qurulması işi başa çatdıqdan sonra təbii ki, bazarların fəaliyyətinin davam etdirilməsi məsələsinə baxılacaqdır. Sözügedən monitorinqlər Ağcabədi rayonunda yerləşən heyvan bazarında da aparılıb, ərazidə Agentliyin əməkdaşları tərəfindən şərait qiymətləndirilib, dezinfeksiya işlərinin təşkili və digər tədbirlər nəzərdən keçirilib. Eyni zamanda aparılan monitorinq zamanı bazar rəhbərliyi ilə də görüşülüb və həyata keçirilən işlər və qarşıda duran vəzifələr barədə məlumatlar alınıb. Cəzabarələrin qurulması, zaborların çəkilməsi, dezinfeksiyanın olunması, təmizlik işlərinin aparılması, heyvanlar üçün yerlər düzəlməsinin bəzi tələbləri biz yerinə yetirməyə hazırıq. Az müddətə kimi o hamısını bərpa etdikdən sonra Qida Agentliyinə müraciət edib biz öz işimizi davam etdirəcəyik. Qeyd edək ki, monitorinqlər Şamaxı, Ağsu, Göyçay, Bərdə, Masallı, Kürdəmir və Mingəçevirdə yerləşən heyvan bazarlarında da keçirilib. Nəzarət tədbirləri 6 noyabr tarixinə qədər davam etdiriləcək.